Bakıda növbəti kirayə mənzillər satışa çıxarılıb. Amma bu dəfə şəhərdən kənarda yox, mərkəzə daha yaxın ərazilərdə. İpoteka və kredit zəmanət fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri Binəqədi rayonu Cəfərxandan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla aylıq ödənişləri 954 manatdan başlayır. Məsələn, gördüyünüz bu mənzil 2 otaqlı mənzilə bənzəsə də əslində 1 otaqlı mənzil kimi satışa çıxarılıb. Sahəsi 67 kvadrat metr, aylıq ödənişi isə 1005 manatdır. Bunun 12 misli isə öncədən ödənilməlidir. Yeni mənzillər vətəndaşların seçimi üçün aprelin 8-dən etibarən açıq olacaq. Müraciət edən vətəndaşlara dair müəyyən tələblər mövcuddur. Belə ki, yalnız Azərbaycan vətəndaşları faydalana bilirlər. Müraciət anına 60 yaş tamam olmayan vətəndaşlar faydalana bilir. Eyni zamanda vətəndaşların müraciət anına vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalıdır. Yəni aktiv kredit öhdəliyi də dedikdə hər hansı bir kredit öhdəliyində gecikmə olduğu təqdirdə bu zaman sistem tərəfindən onun müraciətinə avtomatik imtina olunur. Yalnız həmin öhdəliyi icra etdikdən sonra müraciətini göndərə bilir. Eyni zamanda rəsmi gəlirlərə malik olan vətəndaşlar mexanizmdən faydalana bilirlər. Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, son 3 ildə ölkəmizdə satılan daşınmaz əmlakın 60-70% müxtəlif növ kreditli şərtlərlə satılan əmlaklardır. Vətəndaşların alıcılıq qüvvəsi artıq böyük bir hissəsinin nağdalışa deyil, kreditli şərtlərlə satılan əmlaklara maraqları daha çoxdur. Hər il kirayə mənzil yolu ilə yüzlərlə mənzillər satışa çıxarılır ki, bu da vətəndaşların böyük bir qisminin mənzil probleminin aradan qaldırılmasına səbəb olur. Təyin olunan qiymətlər ərazi üzrə bazar dəyərinə uyğun formalaşır. Hal-hazırda Bakının mərkəz və mərkəz yaxın ərazilərində, xüsusən də metro stansiyaları yaxın ərazilərdəki mənzillərin satış qiymətləri nəzərə salsaq, sarışlı və təmirli mənzillərin ortalama 1 kvadrat metri təqribi 3000 manatın üzərindədir. Qeyd edək ki, sözü gedən kompleks metronun Dərnəgül stansiyasından 50 metrlik məsafədə yerləşir. Ümumilikdə bugünə kimi 6764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Elmira Seyfəddin qızı, Atababa Vəliyev, İTV Xəbər.